3 otaqlı ev, həyətyanı ərazisi var. Amma maşın girən deyil, bir giriş hissəsi dardır. Birbaşa asfaltın üstüdür, buradan köməkçi avtobus da işləyir. Bu asfaltdan sola dönürsən, 150 metr piyada yol gedirsən, asfalt yolda özdə. Çıxırsan Laçın Story trend yol tərəfə, yəni 160 nömrəli avtobus xəddinə. Kombisindən belə hər şey var. Bax aşağını da təmir edib, padvalıdır. Belə oturma otağı kimi eləyiblər. Qoşadaşdan tikilmiş evdir. Atmaları 5-15'dir. Belə bir evdir. Yəni həyət özü qalxırsan yuxarı təzədən kürsülü həyət gəlir. Plus evin özü də kürsülüdür. Yəni padvalları çox hündürdür. Padvallarda baş dəymir. Koridor sistemidir. Evimizin qazlı işığı var, suyu da artezyan suyudur. Solda mətbəximiz. Mətbəx mebeli qalır, kombi, radiatorla qalır, amma qalan şeyləri götürəcək ev sahibi. Yəni saxlamır. Yenə deyirəm, 160 nömrəli avtobusla cəmi 150 metr məsafədir. Həqiqətən də qəşəng evdir. Sanitar qoşağının aksesuarlarına kimi də işləkdir. Tam asfaltın üstü, köməkçi avtobus xəttinin üstü. Qiymət 48 min.